Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Elhamdülillahi hamden kethiren tayyiben mübareken fih. Kema yuhibbu Rabbuna ve yerda. Allahümme salli ala Muhammedin ve ala ali Muhammedin kema salleyte ala İbrahim ve ala ali İbrahim inneke hamidun mecid. Ve barik ala Muhammedin ve ala ali Muhammedin kema barakte ala İbrahim inneke hamidun mecid. Mevzumuz Peygamber sallallahu aleyhi ve sellemin sirasında olan sahih rivayetler. Bugünkü fəsil fi tecdidi Qureyş bina'el Ka'beti qabla bi'sati bi 5 sinin. Peygamber sallallahu aleyhi ve sellemin peygamberlik verilmezden 5 yıl önce Qureyş'in Kabe evini bina etmesi. Bildiğimiz gibi Kabe evi bir neçə mərhələlərlə bina olmuştur. İlk, sonra, yeniden sonra belə bir neçə mərhələlərlə sökülüb, yığılıb, dağılıb və s. bu kimi təcdidlərə məruz qalmışdır, yenilənmələrə məruz qalmışdır. Bu da hem sonuncu yenilənmə də bu peygamberlik verilmezdən 5 il əvvəl o peygamberimizdə bu peygamberliyə, yəni Peygamber sallallahu aleyhi ve sellem peygamberlik verilmezdən 5 il əvvəlki Qureyşin bina etmesi vardır. Mevzu bundan gedəcək inşallah. Allah subhanahu ve taala buyurdu ki öz kitabında: İnne evvele beytin vudi'a lin-nâsi lellezî bi Bekke'te mübâreken ve huden lil-âlemin. Fihi âyâtun beyinâtun makâm İbrahim ve men dakhalahu kâne âminen. Ve lillahi alen-nâsi hiccul beyti men istatâ'a ileyhi sebîle diye Allah Teala buyurdu ki həqiqətən alemlerden ötürü bereket ve doğru yol göstericisi kimi insanlar üçün qurulan ev Mekke'dedir. Birinci Mekke, Mekke olarak adlandırılırdı. Orada aydın nişaneler İbrahim məqamı vardır. Oraya daxil olanın təhlükəsizliyi təmin olunar. Evi Kəbəni ziyarət etmək insanların gücü çatan üçün Allah qarşısında borclarıdır. Yəni həcc etmək də Allah Teala qarşısında borclarıdır diye Allah Subhanahu ve Teala Əl İmran surasında buyurdu. Sahiheyndə Buxari və Müslimdə Əbu Zərdən gələn bir hədisdə Peygamber sallallahu aleyhi ve selleme deyir, Əbu Zər radiyallahu anhu: Ey Allah'ın Resulü, hansı məscid ilk qoyulmuş, tikilmiştir? Peygamber sallallahu aleyhi ve sellem ki El-Mescidül Haram, Kabe evi ilk tikilən elə Kabe evidir. Dedim ki sonra hansı? Sonra Mescidül Aqsa. Dedim ki onlar qultu kam beynəhuma, onlar birinci onun tikilməsiyle onun arasında olan məsafə nə qədərdir? Yəni Məscid-i Haramın tikilməsiyle Məscid-i Aqsanın arasında tikilmə məsafə nə qədər? 40 sənə, 40 il məsafə var idi dedi Peyğəmbər sallallahu aleyhi və səlləm. Və qad təkəlləmə alə hədə və ənəl Məscid-i Aqsa əssəsəl İsrail və hu Yaqub aleyhissalam. Aydındır. Danışmışdıq ki rivayətlərdə Məscid-ül Aqsanı İsrail yani Yaqub aleyhissalam bina etmiştir. Ve həmçində Buxari və Müslimdə bir hədisdə keçir ki: İnne hâzel bədə harramallah yevmul xalqa semavati vel ardı fehuve haramun bi hurmetihi ilə yevmil qiyamə. Həqiqətən bu şəhər, yəni Məkkə, göylər və yer yaradıldığı gün Allah müqəddəs, yəni o günləri, yəni göylər və yerlər yaranmazdan Allah Teala onları müqəddəs, toxunulmaz, yəni haram dedikdə müqəddəs, toxunulmaz qəsd olunur. Aydındır. Allah onları göylər və yer yarandığı gün Allah onları müqəddəs, toxunulmaz haram etmiştir. Odur ki bura Allah'ın toxunulmazlığı qərarı ilə qiyamət gününə qədər davam edəcəkdir deyə səhih rivayətlər keçmiş. Həm İbn Abbas'tan gələn rivayətdə bu artıq uzun rivayətdir. Der ki burada İbn Abbas radiyallahu anh der ki: "Əvvəlu məttəxədən nisal mintaqa min qibali İsmail. İttəxədə mintaqan li tuaffiyə əthərə alə Sara." Qadınlar içərisində ilk belə kəmər bağlamaq İsmail'in anası tərəfindən gerçəkləşmişdir. İlk belə kəmər bağlamaq İsmail'in anası tərəfindən gerçəkləşmişdir. O da bunu Sara'nın özünün gəzdiyi ayaq izlərinin Sara üçün tapa bilməməsi üçün, bu nedir? Çünki belə paltarını yığmaq, iş gördükdə sonra yığmaq üçün belə kəmər bağlayarlar bellərinə. Bu da bunu bir də boşaltanda paltar yerdə sürüb öz ayağının izi içsin deyə bunu edərdi. Sonra ثُمَّ جَاءَ بِهَا İbrahim ve binihime İsmail ve hiye tırdı hatta vada'u indel beyt. Sonra İbrahim aleyhissalam öz həyat yoldaşıyla o Həcər İsmail'i
süt verdiyi al gətirir, yəni təzə doğulmuş uşaq idi. Gətirir onları Kəbənin yanında qoyur. Kəbənin bünövrəsinin yanında qoyur. Aydındır. O zamanlar orada böyük bir ağac var idi. İndiki təsəvvür eləyin, indiki qapı ilə bərabər bir 30 metr qabağa. 30 metr qabaqlı üzbözdə orada böyük bir ağac var idi. Orada həmin ağacın altında yəni indiki bildiyimiz Kəbə o qədər bina olunmamışdı. Amma əsəri var idi, yeri var idi. Lakin indiki bildiyimiz qədər belə hündür bina olunmamışdır. Həmən ki orada belə səhralıq orada bir ağac var idi. Orada uşaqları yollaşını və uşağını orada İsmaili orada qoyub orada qoyur. O zamanlar Məkkədə o ətrafda heç bir kimsə yox idi. Nə su, nə də ki başqa heç bir şey yox idi. فَوَضَعَ عِنْدَهُمَا جَرَابًا فِيهِ تَمْرٌ وَسَاقًا فِيهِ مَاءٌ İbrahim aleyhissalam onlara içmək üçün bir qabda su və yeməklər üçün bir səbətdə xurma tərgiyi qoyur. Sonra özü arxasını dönüb gedir. İsmailin anası arxasınca baxır. İsmailin anası arxasınca baxır. Deyir ki, ey İbrahim, bizi burada bu insanın heç bir insin, cinsin olmadığı bir yeri bizi tərk edib hara gedirsən? Bunun dəfələrlə deyir buna. Lakin İbrahim aleyhisselam ona dönmür, baxmır. Sonra deyir ki, Allahu əmrək bihədə. Deyir ki, bunu sənə Allah mı əmr etmişdir? İbrahim aleyhisselam deyir ki, bəli. Bu zaman yoldaşı deyir ki, elə istədi Allah Teala bizləri burada həlakə izin verməz. Sonra İbrahim aleyhisselam dönüb gedir. Sonra onların gözündən itdikdə qibləyə dönərəkdən, Kəbəyə dönərəkdən əllərini qaldırıb dua edir. Rabbana inni əskentu min zurriyyəti bivadin gayri zi zər'in ində beytikəl muharram. Rabbana liyuqimus salate fec'al əfidətə minən nasi tehvi ileyhim varzuqhum minəth-thəmar la'allahum yəşkurun deyə İbrahim surəsinin 37-ci ayəsində buyurdu. Ey Rəbbimiz, mən nəslimdən bəzisini sənin mühafizə olunan evinin yaxınlığında heç bir bitki olmayan bir vadidə sakin etdim. Ey Rəbbimiz, onlar namaz qılsınlar deyə belə etdim. İnsanlardan bir qismin qəlbini onlara meyl et və onları növbə-növ məhsullardan ruzu kimi ver. Ola bilsin ki, bununla onlar şirk etsinlər deyə İbrahim aleyhissalam onların arxasınca dua edir. Bundan sonra İsmailin anası İsmail körpə uşaqkən onları doyurur, süt verir, sudan içir, xurmadan yerir, belə günləri belə keçirir. Hatta o gün gəlib çatır ki, artıq suyu da, xurması da bitir. Sonra artıq uşaq da yeməyə özü, çünki qadından özü yemədisə, uşağı yedirmək üçün bir şey olmadıqda, uşaq da ac qalır, başlayır uşaq susuzluqdan yerdə qıvramağa, bükülməyə uşaq. Anası uşağı bu halda görməmək üçün belə təsəvvür edin, Kəbə, qabağında ağac, qabağında Səfa kimi belə bir təpəlik var, təpə var, Səfa dağı. Aydındır? Biraz qabaqda, bir dəxi bir 50 metr qabaqda. 50 metr və ya da bir 50-dən daha çox və ya da daha az. Bir məsələ, yəni uşağı bu halda görməmək üçün yüksək bir təpəlik var, ora qaçır. Orada adı nədir? Safa. Aydın, Safa dağına çıxır. Orada baxır ki, ətrafa kimsə varmı? Baxır ki, heç kim yoxdur. Sonra Safadan düşür. Yəni ətəyini qaldırıb bəzəyə burada bir dağ təpədir, burada da bir təpədir. Bura Safadır. Qalxır, baxır, heç kim yoxdur. Artıq ümidsiz olaraqdan getməsi o birisi təpəyə baxma. Bu arada ətəyini qaldırır, düşür, ora çatanda qaçır. Ora çatanda qaçır. Uzun məsafədir, yəni 300 metrlik məsafə olar. Yəni Safa ilə Mərva arasındakı məsafə, yəni 300 metrlik məsafədir. Aydındır. Yəni o zamanın halı indi kimi deyil də. Torpaq, daş, qaya və s. bu şeylər ona əziyyət verir. Yəni ortaya çatdıqda qaçır. Ortaya çatdıqda qaçır, hətta oranı tez keçsin deyə.
Sonra qalxır Mərvaya, yenə baxır, orada heç bir şey görmür. Sonra İbn Abbas deyir ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bu məqama çatdıqda deyir ki, فَلِذَلِكَ سَعَ النَّاسُ بَيْنَهُمَا və beləliklə insanlar bundan sonra o Safa və Mərva arasında gedib gəlməyə başlayırlar. Yəni, İsmailin anası bu iki dağın arasında, yəni 7 dəfə hər ortaya çatdıqda daha qaçar kimi bunu 7 dəfə təkrarlayır. Beləliklə insanlar da bunu etməyə başlayırlar. Artıq Mərvaya çatdıqda oradan bir səs eşidir. Fəqalət sıhi, öz-özünə deyir ki, sakit, qulaq as, bəlkə kimsə var. Oradan deyir ki, sonra deyir ki, sakit durub, öz-özünə deyir ki, səsini qaldıraraqdan deyir ki, sən səslən, mən sənin səsini eşitdim, deyir. O eşitdiyi səsə. Deyir, səndə mənə yardım edəcək nəsə varmı ondan tələb edir. Görür ki, orada mələk durur, ya ayağı ilə, ya qanadı ilə qazaraqdan oradan su çıxardır. Həmən ki, bildiyimiz Zəmzəm elə bu gündən oradan su çıxmağa başlayır. Hətta o mələkin ayağı və yaxud da ki, qanadı ilə qazdıqdan sonra oradan su çıxmağa başlayır. Bundan sonra Həcər anamız öz qabını doldurur və suyu axmasını qoymur. Belə başlayır yığmağa. İbn Abbas deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bu zaman deyir ki, Allah İsmailin anasına rəhm etsin. Əgər o suyu belə axar qoysaydı, o artıq deyir belə çay kimi indiyə qədər qaynama çay kimi axar durardı. Bundan sonra sudan içir, bundan sonra öz övladını yedizdirməyə başlayır. Lə təqabu day'a fəqalə ləhəl mələk. Bundan sonra mələk onlara deyir ki, siz həlak olmaqdan qorxmayın. Artıq sizə Allah Taala'dan bir rəhmət, bir mərhəmət gəlmişdir. Ona Beytallah, çünki burada Allah Subhanahu Taala'nın evi vardır. Bu evi o uşaq və onun atası bu evi yenidən bina edəcəklər deyə mələk onlara xəbər verir. Cibril əleyhissalam və kana beyt murtafi minəl ardı kel arabiyə. Deyir ki, o zamanlarda o ev yerdən hündür olan bir təpə kimi məsafədir. Yəni hündür deyildi. Adi bir təpə kimi belə hündürlükdə var idi. Və zaman o sel gələrdi ki, onun böyrünü zada belə vurardı. Aydındır. Fəkənə kədər həttə mərrə bihim ruqatun min curhum. Hatta bu belə illər belə davam etdi. Orada məskən oldu. İsmailin anası İsmaillə bərabər illər keçdi. Bir zaman buradan Curhum qəbiləsindən və yaxud da ki Curhumun ailəsindən bir kimsələr oradan keçirlər. Bu da Yəməndən olan bir, yəni Yəmən mənşəli bir qəbilədir bu, Curhum. Aydındır. Onlar Kədə yolu ilə onlara tərəf gəlirlər. Fənəzəlu fi əsfələ Məkkə. Məkkənin belə aşağı tərəflərində məskunlaşırlar. Yəni ərəb ora gəlib Kəbənin ətrafına çatmayıblar. Və uzaqdan suyun ətrafında dönüb duran quşlar görürlər. Deyirlər ki, bu quşlar harada su varsa orada dövrə vurarlar. Yəni su olduğu yerdə dövrə vurarlar. Ola bilsin ki, biz də ora tapar, o sudan içərik. Onlara ya bir-iki elçi göndərirlər. Onlar deyirlər ki, bəli, orada su vardır. Və onlar da oraya gedirlər, İsmailin anasına izin istəyirlər. Onlara izin verir. Deyir ki, lakin su sizin deyil, su mənimdir deyə burada deyir ki, haqqə lakum fīmə. Qal Abdullah ibn Abbas, qal Nəbi sallallahu bu zaman Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, fəəlfə zəlikə İsmail və hiyə tuhibbul ins. Beləliklə İsmailin anası insanlarla ünsiyyəti sevirdi və belki onlarla ünsiyyətə başladı. Belə olduqda bir müddət keçir, İsmail əleyhissalam böyüyür, yetkinlik yaşına çatır və həmən ki o Yəməndən gələn əsli mənşəli Yəməndən o qəbilədən olan bir kimsə ilə, bir qadınla evlənir. Aydındır. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin nəsli ilə ərəb olması elə buradan sonra başlayır.
Aydın bundan sonra başlayır. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm ərəb olmasa, yəni İsmail, nə də ki İbrahim aleyhissalam İbrani olub da, ərəb olmayıblar. Onların İbrahim aleyhissalamın, yəni İsmail aleyhissalamın Yəməndən gələn qəbillərdən bir qadınla evlənməsi ilə artıq onun dili ərəb dilinə çevrilir və onun nəslindən gələnlər də ərəblər olmuşlardır. İsmail aleyhissalam evlənir. Aydın İsmail aleyhissalam evlənir. Günlərə bir gün atası gəlir. Atası gəlir. İbrahim aleyhissalam qayıtır oğlunun evinə. Oğlunun evinə qayıtır. Qapını döyür, bir qadın açır. Deyir, sən kimsən? Ki, mən bu evin, yəni İsmail aleyhissalamın, İsmailin yoldaşıyam. Deyir ki, halınız necədir? Deyir ki, biz çox pis vəziyyətdəyik. Çox şərli vəziyyət. Yeməyimiz yox, içməyimiz yox. Bu zamandakı yoldaşın yəni deyin ki, evin qapısını dəyişsin. Yəni, onu məndən ona salam de və deyin ki, evin qapısını dəyişsin. İsmail aleyhissalam gəldikdə artıq hiss edir ki, nəsə kimsə gəlmiş. Sonuç kimsə gəlmiş. Deyir, bəli, bir ağ saçlı, saqqalı bir kimsə gəlmişdir. Mənə dedi ki, sənə nəsihət verir ki, evin qapısını dəyişməz, yəni evin çöl qapısını dəyişməyini, yəni sənə salam verib evin çöl qapısını dəyişməyini mənə buyurdu, əmr etdi. Və bu zaman deyir ki, İsmail aleyhissalam deyir ki, o mənim atam idi. Mənə deyir ki, səni evinə göndərim. Sən dedi ki, get evinə. Ondan sonra bir müddət keçir, İsmail aleyhissalam yenidən evlənir. Yenidən İbrahim aleyhissalam gəlir. Bir qadın açır qapını. Qapını bir qadın açır. Yenə də həmən ki, eyni ilə soruşur ki, halınız, yaşayışınız necədir? Bu zaman qadın deyir ki, biz xeyr içərisindəyik və yəni imkanımız var. Allah subhanahu wa ta'ala təriflər deyir. Soruşur ki, İbrahim sən yeməyiniz nədir? Deyir ki, yeməyimiz ətdir, içməyimiz də sudur, içdiyimiz də sudur. Yəni yeməyimiz ətdir, başqa heç nə yoxdur, içdiyimiz də ancaq sudur. Başqa heç nə yoxdur. Bu iki şey var. Ancaq deyir ki, bizim içdiyimiz və yediyimiz bunlardır. Bir təsəvvürə. Buradan İbrahim aleyhissalam deyir ki, Allahumma barik lahum fil lahmi vel ma. Bu zaman İbrahim aleyhissalam deyir ki, Allahım onların suyuna və ətinə bərəkət ver. Və bu zaman Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, "Və lem yekun lahum yawmaydin habbun, və law kana lahum habbun lada'a fihim." Lada'a fihi. O zamandakı onlarda deyir, toxumlu bitkilər yox idi. Onların yedikləri içərisində toxumlu bitkilər yox idi. Yəni toxumlu bitkilər hər şey lobiyadır, mərciməkdir, düyü və s. hamısı buna daxildir. O yox. Əgər deyir, o da olmuş olsaydı, onun da bərəkətli olması üçün dua etmiş olardı. Deyir ki, Məkkə xaric, sonra deyir ki, Məkkə xaric, yəni onların olduğu yer xaric, başqaları əgər bu iki qida ilə qidalansaydı, onların mədələrinə toxunardı. Aydındır. Çünki Allah həm onun İbrahim aleyhissalam duası var, həm dedi ki, bir insan suyla və ətlə nə qədər zaman qidalana bilər. Lakin deyir ki, Məkkə istisna olmaqla başqa yerlərdə o iki qida ilə bu qədər uzun müddətdə qidalana bir kimsənin bu mədələrinə ziyan verərdi. Aydındır. Buna sonra deyir ki, sənin yoldaşın gəldikdə məndən ona səlam ver və sonra ona deyir ki, evin qapısını möhkəm saxlasın. İsmail aleyhissalam gəldikdə deyir ki, kimsə gəlmişdi, deyir ki, bəli bir gözəl heyədə olan bir kişi gəlmişdi, sənə salam verdi və mənə deyir, mənim yaşayışım barəsində soruşdu. Mən dedim ki, biz yaxşıyıq və mənə vəsiyyət etdi ki, sənə salam verim və mənə deyir ki, evin qapısını möhkəm saxla, onu tərpətmə. Yəni, o deyir ki, mənim atam idi, mənə gəlmişdi, dedi ki, səni saxlayım. Çünki sən Allaha həmd edən, Allaha şükür edən, olduğu kifayətlənən bir kimsəsən. Sonra onlar bir müddət yaşayırlar. Bundan sonra İsmail aleyhissalam Zəmzəmin yanındakı o böyük ağacın yanında özü üçün ox düzəltdi, oxu şişlədiyi bir zamanda atası gəlir. Bu zaman oğlunu, atasını gördükdə, atanın da oğlunu gördükdə nə etdilərsə uzun müddət eynisini edirlər, qucaqlaşırlar, salamlaşırlar. Bu zaman atası İsmail'e deyir ki, ey İsmail, Allah subhanahu ve taala mənə bir şey əmr etmişdir. Bu zaman İsmail aleyhissalam deyir ki, Allah nə əmr etmişsə onu da yerinə yetir. Bu zamandakı bu əmrə mənə yardım edəcəksənmi? Deyir, əlbəttə ki, yardım edəcəm. Deyir, Allah təala mənə əmr etmişdir ki, bu evi tikək. Kəbə evini tikək. Bundan sonra
İbrahim aleyhissalamla İsmail aleyhissalam birləşib, köməkləşib evi tikməyə başlayırlar. Bu zaman İbrahim aleyhissalam evi tikir, İsmail aleyhissalam da ona daşlar gətirir. Və hər daş qoyduqca onlar deyir ki, Rabbənə təqəbbəl minnə innəkə əntəs səmi'ül alim. Ey Allahım bizdən qəbul et, sən eşidənsən, bilənsən deyə bunu tikməyə başlayırlar. Sonra ləmən təhəl beyt bə'dəl cərrəhim beynəhum Qureyş. Bundan sonra bu birinci tikiliş idi evin. Aydındır. Başqa rivayət gəlir, yine Ali radiyallahu anhudan gəlir ki, ləmmən hədəməl beyt bə'də cərrihim bənət Qureyş. Artıq Kəbə dağıldıqdan sonra keçib, o qədər müddət keçib, Qureyş onu yenidən bina etməyə başlayırlar, tikirlər. Fələmmə əradu vadul həcət təşəcəru. Kəbənin qapısı, yəni günəş doğduğu tərəfdə qaradaş bilirsiniz də hardadır. Artıq tiklikdə artıq sonda qaradaşı qoyurlar. Artıq Qureyş Kəbəni qaldırmış, bünövrəsini tikmiş, yenidən bərpa etmişlər. Artıq daşı qoymaq istədikdə başlayırlar mübahisə etməyə. Çünki hamısı böyük kimsələrdir. Kim ora daşı qoyarsa, o böyük bir kimsədir. Onun adı sallanacaq ki, filan kəs daşı qoydu. Başlayırlar bir-birinin arasında mübahisə etməyə. Ki, mən qoyacam, o deyir ki, mən qoyacam. Mən yədəu fəttəfəq deyirlər ki, bu qapıdan və bu Bəni Şeybə qapısından ki, ilk kim girsə, onun bizə necə buyurubsa, onun dediyini edəcək. Bu zaman o qapıdan Peyğəmbər sallallahu aleyhi və səlləm içəri daxil olur. Böyük bir deyir ki, biz belə bir iş var. O daşı qoymaqda biz orta bir rəyə gələ bilmirik. Peyğəmbər sallallahu aleyhi və səlləm belə bir böyük bir palaz açır. Daşı ortaya qoyur ki, sən böyüklər gəlin, hərəsini bir küncü ilə götürün və onu gətirin ora. Ora gətirdikdən sonra Peyğəmbər sallallahu aleyhi və səlləm özü götürüb daşı həmən ki o indiki qaradaşın yerinə qoyur. وروى أحمد عن مجاهد عن مولاه وهو سائب بن عبد الله أنه حدثه. سائب بن عبد الله rivayet edir ki, ennehu kana fi men benel Ka'bede minel cahiliye. Sa'ib ibn Abdullah danışır ki o cahiliye döneminde Ka'bəni tikən kimselerden idi. Qala ve kana li hacerun ana nahattuhu biyedi. Deyir ki, mənim öz əlimlə yonduğum bir daş var idi. Mən o daşa, yəni bütüydü, öz əlimlə yonmuşdum. Mən ona ibadət edirdim. Mən ona ibadət edirdim. Özümün içməyə, yəni yağlı süt var idi ki, özümün içməyə qıymadığım sütü gətib onun üzərinə tökər. Bunu görən it gəlib o daşı yalayar, sonra ayağını qaldırıb üstünə bövlülüb qaçardı. Başa düşdünüz? Bunu cahil evdə Sa'ib ibn Abdullah danışır. Ki, mənim bir adımdır da. فبينما حتى بلا موضع الحجر حجر ولا يرى حجر أحدا فإذا هو وسط أحجارنا مثل رأس الرجل يكون يتراءى منه وجه الرجل فقال بطن من قريش نحن نضعه. Yine bu da həmçinin başqa bir rivayətdə deyir ki, ona Peyğəmbər sallallahu aleyhi və səlləm içəri daxil olur. Onları deyir ki, bir palası açdırır, qoyur. Hərəsi bir ucundan tutub, ora kimi gətirib və yenə də sonda Peyğəmbər sallallahu aleyhi və səlləm götürüb daşı özü qoyur. Qultu və qad kanu əxracu minha hicr və huve 6 əzrah. Bunlar Qureyş nə edirlər? Əv 7 əzrun min nahiyyət Şam qasab binhu nəfəqə. Fərq bina sökülüb, yenidən bərpa edirlər. Bu zaman Qureyşin maddi imkanı o qədər əlverişli deyildi. Yəni çox deyildi. Bunlar ittifaq etmişlər ki, biz ancaq bu evi tikdikdə ancaq halal pul, yəni zalım, zülmə uğramış və ya ki, haram yolla gəlmiş pulla tikməyəcək. Ancaq halal qazancıda gələn pulla tikəcək. Lakin bunun nəfəqəsi bunların çatmır. Əvvəl indiki o məqam Hicr İsmail var. Kəbənin gün batdığı tərəfdə belə yumruq tərəf. Əvvəl yuxarı qalxmış olub o, bütöv olub. Lakin onların imkanı çatmadığına görə onu belə həmən ki o hündürlükdə saxlayıb Kəbəni belə indiki vəziyyətdə tikiblər. Başa düşdünüz? Əvvəl o İsmail aleyhisselam, İbrahim aleyhisselam onu bütöv tikiblər belə. Lakin söküldükdən sonra onların imkanı olmadıqda Qureyşin onu indiki Kəbə kimi tikib, İsmail, Hicr İsmaili isə
belə deyək ki, yerdən 1 metr, 1.70 olar, 1.70 olmaz, 1.30, 1.20 məsafəsində daşla tikib onu eləcə tərgilmişdilər. Bunu da həmçinin bu zaman Kəbəyə bir qapı qoymuşlar, bir qapı təyin edirlər. Onu da məşriq tərəfindən, onu da yerdən yuxarı eləyir. İndiki vəziyyətdəki qapını yuxarıda eləyirlər. Yəni qapı 2 metr yuxarıdır, yerdən 2 metr yuxarıdadır. Bununla istəyirlər ki, ora daxil olan ancaq özlərinin istədiyi kimsə olsun. Belə də edirlər. Çünki açıq olsa, yerdən olsa, istəyən gelib, istəyən çıxacaqdır. Lakin bunu həm yerdən yuxarı qaldırırlar ki, ancaq özlərinin istədiyi və özlərinin izin verdiyi kimsələr içəri daxil olsun. Və qad səbətə, həmçinin Buxar Müslimdə sabit olmuş ki, Ayşə radiyallahu anh deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə, Peyğəmbər sallallahu aleyhi və səlləm Ayşə radiyallahu anh deyir ki, Ələ ətə ənə qavmükə qasıb bihimun nəfəqə, sən görmürsənmi ki, sənin qövmin, yəni Qureyşin imkanları az idi. Əgər mən bu insanların küfrdən yeni çıxmağı nəzərə almış olmasaydım, Kəbəni sökər, əvvəlki vəziyyətinə qaytarardım və ona həm şərqdən, həm qərbdən qapı açar, insanlar buradan girib oradan çıxardılar. Belə edərdim, deyir Peyğəmbər sallallahu aleyhi və səlləm. Bu Peyğəmbər sallallahu aleyhi və səlləm etmək istəyib, lakin imkanı və yaxud da ki, insanların elə küfrdən yeni çıxdıqları bir ərəfədə olduğundan dolayı istəmir. Çünki insanlar o zaman küfrdən yeni çıxıb İslam'a daxil olduğu zamanlarda Kəbənin sökülməsi onlarda başqa bir təsəvvür yaranar. Bundan qorxduğundan dolayı Peyğəmbər sallallahu aleyhi və səlləm bunu etməmişdir. Və lihədə ləmmə təməkkən İbn Zübeyir binəhə aləmə əşar ilə Rasulullah sallallahu aleyhi və səlləm Abdullah ibn Zübeyir lakin bunu edir. Abdullah ibn Zübeyir Peyğəmbər sallallahu aleyhi və səlləm Hicri təqvimi 64-cü ilində Abdullah ibn Zübeyir bunu Peyğəmbər sallallahu aleyhi və səlləmin iradəsi üzərə onu yenidən bina edir. Və cəət fi qayyətil bəhə vəl husn nəsəb kəmilət alə qavaidil xəlil. Artıqdır ki, Abdullah ibn Zübeyir onu əvvəlki İbrahim aleyhissalamın tikdiyi əsas üzərə təsis edir. Yenidən onu bərpa edir. وَلَهَا بَابَانِ مُلْتَسِقَانِ بِالْاَرْضِ شَرْقًا وَغَرْبًا. Hem şərqdə, hem qərbdə yerlə beraber qapısı olurdu. İnsanlar buradan girer, buradan çıxarıydı. Çıxırdılar. Buradan daxil olurdular, buradan çıxırdılar. Təsəvvür etdiniz necə oldu? Əvvəl belə idi. Birinci bütov olub, sonra tikilib, Qureyş yarımçıq tikib, sonra Abdullah ibn Zübeyir onu əvvəlki vəziyyətini qaytarıb, qapını oradan endirib, həm buradan insanlar buradan girirdi, buradan çıxırdı. Və ya ki, buradan girib, buradan çıxırdılar insanlar. Rahatlıqla girirlər. Əvvəl qapı 2 metr hündürdə idi. Aydın salıb onu yerə. Sonra bu deməli bir İsmail aleyhissalam, İbrahim aleyhissalam tikməsi, yenidən sonra Qureyşin təmiri, üçüncü Abdullah ibn Zübeyir'in tikməsi, bundan sonra fələmmə qətələ Abdullah ibn Zübeyir. Abdullah ibn Zübeyir öldürüldükten sonra Həccac ibn Yusuf Abdullah ibn Mervan'a o zaman xəlifə idi. Ona məktub yazır ki Abdullah ibn Zübeyir'in etdiyi şeydən xəbər verir. Deyir ki bu Abdullah ibn Zübeyir bunu öz başından etmişti. Bu barədə hədis zad yoxdur. Yəni öz fəhmin sonunda, yəni öz başından bunu etmiştir. Bunu eşidən Abdülməlik ibn Mervan onu əvvəlki vəziyyətinə qaytarılması, yəni Qureyşin etdiyi o vəziyyəti əvvəlki vəziyyətinə qaytarılması əmr edir. Yenidən Kəbə İsmail indiki vəziyyətimizə qaytarır. Amma bəzi rivayətlər var ki, Abdülməlik ibn Mervana bu oxuduğum, bu aşağıdan gələn rivayət çatdıqdan sonra deyir ki, mən peşman oldum. Öz peşmanlığını bildirir ki, kaş ki məndəki bu rivayət mənə öncədən çatır. Lakin Həccac ibn Yusuf Abdullah ibn Zübeyir'in əməlinin öz başından etdiyini Abdülməlik ibn Mervana deyir və o söküb onu, yəni indiki vəziyyətimizə çatdırır. Yəni bundan sonra çox belə remontlar olmuşdur. Kəbənin başına belə çox əhvalatlar gəlmişdir. İndi oxuduqlarımız da elə bundan idi. Və qad zəkarna qıssədə binəl beytil vəl əhadisi varid fi zəlikə fi təfsir suratul Bəqara. Bununla da biz
mövzumuzu sona çatdırırıq. Mövzuda adin oldu. Burada Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin istədiyi və edə bilmədiyi bünövrə İsmail və İbrahim aleyhissalamın tikdiyi bünövrədir. Lakin indiki Kəbədə həm məşriqdən qapı var, lakin məğribdə, məğrib tərəfdə o palas qaldırıldıqda Kəbədə həcc dönəmində orada o qapının izi görünür. Qapının izi görünür. Amma yerdən yuxarıdadır. Bak indi bir dənə qapısı var. O da yerdən 2 metr yuxarıdadır. Orada yalnız özlərinin istədiyi kimsələr daxil olur. Hər bir kimsə orada daxil ola bilmir. Həm Hicrili İsmail isə orada qıraqdadır, belə yumru halqa. Oradakı Peyğəmbərimiz deyir ki, yəni kim onun içərisində namaz qılarsa, sanki Kəbənin içində qılmış kimi savab var. Yəni Kəbənin içində qılmış kimi sayılar. Orada hər deyəndə içəri girmək olmur. Oraya girdiyinsə basa-bas olur. Bir də var İbrahim məqamı. Bir qapı ilə üzbəüz. Aydındır. Allah təala bizləri eşitib faydalanmadan etsin və sallallahu ala nəbiyyinə Muhammed və ala alihi və sahbihi və səlləm.